dostlar. Videomuza xoş gəlmisiniz. Bugün sizlərlə bərabər Türkçə olan serimizin 5-ci bölümündəyik. 6-cı bölümdəyik, çox üzr istəyirəm. Bilirsiniz ki, son dəfə Suudi Ərəbistanla döyüşün yarısında kəsmişdik. Deyə bilərsiniz, niyə belə oldu? Xeyr, mən oynamadım. Sadəcə oyunu saxlamaq üçün növbəti tura keçdim. Amma bir-iki dənə hərəkət eləmişdik deyə kapitülə oldu. Və artıq anlaşma ilə bir yerdə fikirləşirəm ki, Məkkəni ala bilərik. Əksinə mən belə bir şey eləmək istəyirəm. Osmanlıya yaraşır bir şəkildə görsənsin deyə. Ancaq buranı almağı fikirləşirəm. Qalanında vasal buraxmağı fikirləşirəm. Yox, biraz çox qalın oldu. Biraz qalın oldu. Aha, bax belə. Ay sağ ol, gör nə qəşəng oldu. Bax, buraları da alaq. Bunu ver. Bunu da ver, bunu da ver. Bunu da ver də. Aha, bax belə. Bunu da ver, bunu da ver. Bu hissələrdə versən. Bax, mükəmməl oldu. Görürsünüz. Qalanlı puan çatır. Puanla. Yəni, bu qədər bəsdir. Mükəmməl. Bir iki dənə top alaq. Bunu da alaq. Bunu da alaq. Bu ikisi çox oldu. Yaxşı, belə yaxşıdır. Bunu da alaq bəlkə. Biraz belə qarın kimi görsənsin. Belə. İmzaladım. Oy. Atom bombasını biz yedik. Niyə biz atom bombası yedik axı da? Bəli, yadınızdadsa son dəfədə biz Qazaxıstanla necə deyim, Azərbaycanın döyüşü girişmişdik və biz artıq buradan itiririk. Bu arada Qazaxıstan, mən sənə Azərbaycan bir dəqiqə səni yiyir, yəni o qədər də şey eləməyə lazım deyil. Əlim dəydi. Yəni, bugünkü hədəflərimizdən biri demişdim ki, Azərbaycanı böyüdəcəyik. Yəni, Azərbaycanı İranı vermək üçün bir fikrim var. Sadıq müttəfiqimizə və təslim oldum. Yəni, Azərbaycan imzalayacaq. Burada mən heç bir qatıq. Döyüşü mən açdığıma görə mənim. Mən buradan Azərbaycana bütün torpaqları verəcəm. Yəni, mən buradan torpaq zat istəyirəm. Azərbaycana Xəzər dənizi gölü eləyəcəydik. Buranı da verək Azərbaycana. Buranı da verək. 4 ulduzumuz qaldı. Buranı verək, çox pis yanır. 2 ulduzla da sənə nə verə bilərik? Onu da belə eləyək. Buranı verməyək sənə, bax. 2 ulduzla Azərbaycana nəyə verə bilərik? Bunu versək. Təzdən başlayaq. Bax, belə bir şey. Azərbaycana haranı verəcək? Azərbaycan bir almağa başlasa, mən verəcəm ona. Bütün buranı almalıdır, bax. Bura mütləqdir. Qalanını özü bir dənə alsa, mən basanda o da basır. Qəsdi qərəzliyi var, bilmirəm. Bunu da verdim mən sən, qalanını özüm. Aha, deyəm mükko. Azərbaycanı da gücləndirdik. Azərbaycanla aramızı həmişə yaxşı tutaq. Bu arada artıq Azərbaycanı çox güvənməyə başladım. Bu ziyandır. Həqiqətən bu ziyandır. İran'a vermeye başlayacağım. O kadar inanmaya başladım artık. Dünya ikincisi olmuşuq. Əhaliden çox itiririk. Görün mən neyəcəm bax indi. Görün ən çox ordu kimdədir? İstatistiklər. Zafer qoşulları. Ordu. Deməyə gərək yoxdur. Burada niyə bilgi yoxdur? Neyse boş ver. 17 milyon ordumuz var. Polna. Neyəcəyik? Japoniyanı yalnız almağı fikirləşirəm. Rusiyanı bitirməyə fikirləşirəm. Rusiyanın artıq 3 milyon ordusu qalıb. Yəni çox da bir şey deyil. Azərbaycana belə bir təklifdə eləyəcəm. Bax, səndən əyalət istəyirəm. Bu 2 dənəni ver, mənim pulunu bəsdir. Deməli, mən sənə nələr verəcəm? Pul verəcəm, birinci bu qədər. Assimilyasyon.
Özüm sənə verəcəm. Bax, fırça ilə seçirəm. Buradan et. Bütün buranı verirəm. Sən İranı verirəm. Bax, Age of Stone'un məntiqsizliyindən biridir bu. Qəbul edərsən də sən ölkə olaraq bunda. Bu qəbul eləməyəcək. Bax. Gördünüz, yəni çox məntiqsiz bir şeydir. Nəsə Rusiyanı da qurtardıq da, Rusiyada çox bir şey qalmır. Ona görə nə edəcəm? Ordumun hamısını yoxdur. 4-5 milyon ayıra bilsən ayır da. 5 milyon ayır. Dəqiq olsun. Hətta bir 200 min də ver. Nəsə də 600 min də ver. Qaldım arada. Bəs eləyəcək də bu. Aha. Aha. 6 nokta. Bunu da göndərək bütün buralara. Azərbaycanla bir yerdə həll eləyək onsuz. Yəni Azərbaycana güvənəm. Buralara ordu qoyum. Çox yerə ordu qoymaq istəmirəm. Azərbaycanı birbaşa çağıracam bu arada yəni. İşte buradan hazır oraya girərik. Əsas ordumuzun da Babuş, sana ne oldu Babuş? Sana ne yapmışlar Babuş? Ben bunu görmeye dözemem. Yani yapamam. Anla artık. Bu arada ne niyeti? Yani en çok nüfuslu olan yerlere girəcəyik. Bir dakika. Çok özür istəyirəm. Aha. Buradan bura girdik. Nüfus lazım bize. Çok özür istəyirəm. Onu da belə eləyək. Baxın. Birinci oyun səsi niyə gəlmir? Yəni səs. Gəlirmiş. Nəsə, biraz effekt səviyyəsini artıra bilərik. Niyə bundan artıq? Bu arada mən bir dənə şey eləməyə yaddan çıxartdım. 5 nomuz buradan 200 dəqiqə orada basıb şey eləyək. Arxadan bir dənə yolundan bir dənə süvari hissələr göndərəcəm. Yığ bura oldu. Ne kadar oldu? Bir milyon ordunu da arkadan göndereceğim yine. Evvelki taktik. Oydu ne oldu? Buraya gönder. Bu defa buradan gidelim. Ne diyeceğiz? Bu defa da biz elbette ki Libya'ya gireceğiz. Artık Afrika'da ilerlemek lazımdır. Afrika'da bugünkü əsas imtihanımız onsuz da Afrika'da ilerleməkdir. Yəni sadəcə Rusiyanı bir aradan çıxardaq da biraz torpaq bütünlüyümüzün şeyimiz çox olsun, torpağımız çox olsun. Libya sən də gəl mənim, yəni bu arada biz Suudi Arabistanla da aramız yaxşıdır. Buranı Azərbaycana verək də. Hə də biz niyə şey eləyirik? Annekslə buranı. Ultimatum göndərə bilmirəm. 9 deyəm. 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0, 5. Mənfi 10 olması istəyir. Problem deyil. Amma pul da verir bizə. Çıxaq da vezimizə. 2 ekonomi ilə bütün pulumuzu keçirək. İndi Azərbaycana hədiyyə verəcəyik. Ticarət. Mən sənə verirəm. Bax, çiçək bax. Ucdan başlayaraq bu. Yox, bunu geri al. Bura mənim olsun, tombikli. Pozmayaq. Burada mənim olsun. Buranı verim sənə. Bu içərisini gördünüz, o hissədən keçən hissəni. Buradan aşağı mənim. Bura. Buralarda verək. Bir dənə fırçaya keçək. Fırçanı alaq. Buralarda verək. Yox. No. Aha. Buraları verəcəyik. Bir de geri bağışlayın, sizə sıxıram mı? Mükəmməldir də bu. Baxın. Bax belə mükəmməl. Bunu da verə bilərik əslində qalsa. Amma yox, belə düzlüyümüzü pozmaz. Çox da pozmaz əslində qalsa. Verək. Всё.
Buyur Azərbaycan, bu da sənin. Uydu Azərbaycan, amma nə yedi istəyir ya, nə yedi istəyir. Aramızı yaxşılaşdıraq. Diplomatik zirvə düzənləyək. Səninlə aramız niyə yaxşıdır? Bu da dövlət planlarıdır. 2 turluq Azərbaycana şey verəcəm. 1, 2 və salam qutardı. Azərbaycana buradan torpaq vermə niyyətim var mı? Əlbəttə ki var. Atom bombası mən işlətməyəcəm şəxsən. İstəmirəm. Maltanı gedib alıb. Balaca yığınlar. Bütün başqa hər yeri bombalayacağım. Atom bombası. Atom. Səsaba. Nüvə başlıqlı silahlar. Yəni, çox da bir şey yoxdur, boş verin. Nə qədər tez girdik, o qədər yaxşıdır. Azərbaycana nə qədər az torpaq buraxdıq, o qədər də çox Azərbaycana torpaq verəcəyik. Hansı məntiqlə işləyirik, soruşmayın. Buranı mən alacağım. Çünki buranın ekonomisi çox qəşəngdir. 392.000. Yəni, Libiyada öz Azərbaycan zişadından çıxdı, boş verin gəlsin. Təslim oldun, ən yaxşısı, ən yaxşısı. Maltanı ver mənə. Bütün bunu ver, bütün bunu. Prosta mən buranı qanunlaşdırmaq istəyirəm. Pis görsənər, pis gör. Ümumiyyətlə, amma uzaqdan baxanda da qəşəng görsənməsini istəyirəm. Bunu onda bıraq, belə qalanı qəşəngdir. Bunu da alsaq. Aha, mükəmməl, tam tuzdurduq. Bunu da alsaq, mükəmməl. Bunun ikisini də alsaq. Çox qalın oldu. Bu ikisini bıraxsaq, qəşəng, belə gör. Qalanı da Azərbaycana verək. Al Azərbaycan, bu da sənin payın olsun. Birləşdir Misir torpaqları ilə. Fisiyon, mükəmməl ötəsi. Cəzairin neçə ekonomisi var? Cəzairdə heç bir şey deyil. Yığ bura orduları. Mən az şeyə girmək istəyirəm, amma çox da tələsmək istəmirəm də. 16 milyon, 10 milyon. Nə, az deyil. 800 min də gəldi. Gəldi, yığıldı. Bizim bu qədər ordumuz var idi. Oradan çıxdı ya bu ordu. Oha. Biz ordu iştirməmişik ki onda. 200 min də buradan basa bilsək, çətin basarıq. Hardan bastım mən orduna? Yığ bura. Niyə belə də? Şimdi gözüm düşmüş. Bunu basırsan bura, bunu basırsan bura, bunu da basırsan buradan bu nədir? Çox da çətinliyə salıram özümü. Bura. Göndər orduları. Biraz bunu da yatırım eləsəydi yaxşı olar. Cəzair, sənə savaş elan edirəm. Osmanlı İmparatorluğu olaraq. Bu adımızı artıq Osmanlı İmparatorluğuna çevirəcəm. Bayrağız adı necə düzəldim, o hələ də bilmirəm. Azərbaycanla aram niyə bu qədər yaxşı duram? Soruşmayın. Gəl Azərbaycan. Hazırlıq zədələm, onsuz da bunlar uşaq şeylərdir. Hop. Baba, atom bombası olmur ha. Marağı qaçır atom bombasını. Burada 200 minlik bir dənə ordum var. Bir dənə atom buraxdım. Bu arada mən normalda atom buraxmaram. Gətir o 231 min. Buranı da bir 500 min bıraxaq bəsdir sən. Elə bildim 20 şey min deyil. Boş veriniz. Olmadı be. İndi parazitə döndün sən de 230 ordu ilə. Azərbaycan oraları şeylə də özündə. Başa düşdün də sən. Biz heç vaxt yardım eləmirik. Biz elə dövlətlər deyilik. Biz yəni elə şeylər bizim şəxsi qərəzliyimizə naməxlubdur. Biraz burada yalandan ordu basaq. Uydu 60 min bir şeydi var.
Ay, Azərbaycan oradan storaları almaq fikrim yoxdur. Azərbaycan olsun. Azərbaycanın torpaqlarıymış. Ben Japonya özüm ölüm. Girəcəm sənə bir gün. Bu nədir? Hələ Japonya mənə rəqabət eləyə bilər. Bax belə şey olmur axı. Təslim olarsan əlbəttə ki, sən Osmanlı padişahının yanında kimsən ki bax. Nəsə çoxdur boş eləməyək. Tunusun hamısını alırıq. Kişili gedirik buradan. Aha, uy. Bunu da ver. Oy, mükəmməlliyə bax. Oy. Canım. Nə oldu, hara getdik biz? Niyə hər yerdə atom bombaları görürəm? Qalanı da verək Azərbaycana. Altımız Azərbaycan, Şimal Osmanlı, Türkiyə, Qərb, nə bilim, nə? Başa düşdünüz özünüz. Necə 55 olduğumuz qaldı bizim? Cəzairın başqa yerdə torpaqları da var. Cəzairin bir hamısını alaq bax. No, necə oldu ya bu? Barış eləyirik. Biz Cəzairin bir hamısını alaq. Aha, aldıq hamısını. Barış elədik. Azərbaycana torpaq verəcək. Azərbaycan. Ticarət eləyirəm. Əyalət verirəm sənə. Bunları vermirəm sənə. Bir yaxşı ki, necə oldu? Başa düşmədim. Cəzairin da başqa yerdə torpaqları da var da, çox da qurcalamaq lazımdır. Oy, sən bu əndama bax, Osmanlının. Ay. Bu arada adımızı Osmanlıyım, bayrağımızı dəyişdirəmirik. Bu arada artıq da padişahımız da başqası olsun da. Lider atamaq olur da burada. Tamaşaçılarımızın adından seçəcəm. Burada fəth eləyəcəyik. Bu arada yəni fastda fəth eləyəcəyik, sonra qurtaracağıq. Çünki çox uzandı. Bildim uzun videolar izlənir, amma izləyicini də tutmaq lazımdır. Haydi çıxıblar yenə. Lazımsız yerlərə. Sənin orada nə işin var axı deyirlər adama da. Deməzlərmi deyirlər əlbəttə ki də. Bu nə mənasızdır axı da. Azərbaycan sənə bir dəfə hazırlanma vaxtı da verəcəm. Çünki heç verməyəcəm əslində. Orada biraz ordum var. Sənə bəs eləyər orada. Açmamısı biraz savunma üçün. Və Azərbaycanla aramızı yaxşı tuturuq da, deyilmi? Azərbaycan o qədər yaxşı aramızı tuturuq ki 100 yox 200-ün üzərində çıxartmaq lazımdır. Burada 1000-2000'lik şey olsaydı keçmişdi. Nəsə baş versin. Mənə çox lazım. 2 tur verəcəm. Səni də çağıracam. Səni də fisyon. 1, 2. İşte puanla bəs sən üçün. Vəssalam. Ay da bu. Ordunu bir yaddan çıxar. Vəssalam. Uy, ona bombalamalı idi. Səni mən bir dənə bombalayacağım ki. Atom bombasını ilə belə görməmiş olur. Neynə? Avropanı alacaq, almayacaq. Dəqiq onu fikirləşirəm. Yəni o qədər qüdrətli bir dövlət ki, döyüşün ortasında fikirləşirik ki, o torpağı alaq, almayaq. Bu arada yəni İspaniyanı almaq alarıq. Orada bir dənə Granada əmirləri. Yox, nə alırıq? Verərik Azərbaycana. Ayda girdilər bax oradan la Azərbaycan. Bax xoşuma gəlmir sənə axır vaxtlar. Bax olmur. Bildiyi kömək elədin döyüşdün amma olmur. Adamlar heç qıqqını çıxartmadan gəlirlər döyüşə. Yazıqlara şey deyirik. Nəsə. Dəfsiyə də qutardı bu döyüşdə. Bəsdir bu qədər, hə? Bəsdir bu qədər. Yoxsa atom bombası atacam axırda Azərbaycanda. Azərbaycan. Ələ. Atom bombası. Ordu yoxdur orada. Gir al oranı. Ay 69.000'lik ordunu hardan gətirdin? Mən də deyirəm axı bunlar niyə təslim olmurlar? Yadımdan çıxıb da onların İberiyası da var. Alacaq burada İberiyanı. Yəni İberiyadır. Sonra da Portekizə getdik. Bəlkə adam biliriz.
Sən də zvuk tatdadır. Bezdimi? Mən döyüşdən bezdimi? O 300 minlik orada birdən elə düşəndə qorxdum. Çox da qorxmaca oldu. 13 ulduzluq torpaq var burada. İspaniya və yazığa bölüşdürülür. Buranı alacaq və artıq tam da biz olmasa da yarımçıq da olsa biz yönətəcəyik. Bu arada mən bütün Afrikanı çevrələyəcəm. Bəli. Buranı da alsam yaxşı olur, yox almayım. Belə nazi yoxsa. Amma uzaqdan qəşəng görsəm heç. Onda gələk belə yaxşıdır. Qalanını Azərbaycana verək uzaqdan görüntüyə baxaq. Mikko. Almaniya niyə belə uzaqdan raketlə bombalamaq kimi? Çox qəşəng görüntü olur, fikir verici verməz. Bu videonun da burada sonuna gəldirik. Oyunu da gözünüzün qabağında saxlayın. Yadda saxlayın və artıq gələnci hədəfimiz bütün Afrikanı çevrələmək. Belə dairənin içine alacağıq. Qalan bütün Azərbaycanı aldıracağıq və Rusiyanın da altı Azərbaycanın üstü bizim olaraq bölüşəcəyik. Sağ olun, salamat qalın. Görüşənədək yorum atıb, like atıb baxmağı unutmayın. Yəni abunə istəsəz olun, istəsəz olmayın. Sağ olun, salamat.